İşten akşam 11'e kimi siz direktörün kabinetinde olmuşsunuz. Bəli, Yəqin ki, baş vermiş faciənin səbəbini müzakirə edirsiniz, elədirmi? bəli. Yaxşı, bəs hansı nəticəyə gəldiniz? Hər şey çoxdan məlum idi. Bu hadisə o qədər də gözlənilməz deyildi. Düzdür, nəticəsi bu qədər faciəli olmamalıydı. Amma bir şey deyim, bu işdə təsadüfi hadisələr böyük rol oynayır. Məhz hansı təsadüf hadisələr? Məsələn, həmən gün külək dənizdən əsirdi. Bir də uşaqların çimdiyi yer kiçik körfəz kimi bir yerdi. Nə qədər zəhərli tullantı var, külək yığırdı ora. Təsadüfə bax, tərs kimi çimərlik mövsümü həmin gün başlamışdı. Zəhərləmənin səbəbi nədir? Texnologiya tərəfindən nəzərə alınmamış istehsal həcminin artırılması nəticəsində təmizləyici qurğuların sıradan çıxması. Bu istehsal həcmini artırmaq kimə lazım idi? Bizi inandırdılar ki, ölkəyə. Təkcə ölkəyə? Yaxşı, sizin işiniz nə ilə qutardı? Biz rəhmətli ilə sənədləri yığdıq bir qolluğa. İstehsal həcminin artırılması ilə əlaqədar mərkəzdən aldığımız göstərişlərin, tapşırıqların orijinallarını. Biz axı mərkəzə tabiyik. Bir də faciənin səbəblərini açıb göstərən bizim öz izahlarımızı. Direktor sizin yanınızda qolluq arı qoydu. Seyfə. Sizin fikrinizcə, direktoru kim öldürə bilər? Əgər mərkəzdən kimsə uçub gəlsəydi, onu aradan götürsəydi. Amma belə fərz ancaq kino üçün maraqlıdır, elə deyilmi? Əgər kinodakı kim olsaydı, onlar daha nə eləməliydi? Yoxsa sənədləri doğruydular. Maşın tökülürdü, düzəltməyə də vaxt yox idi. Dünən səhər rəhmətli işə aparanda bir də yadına saldım, cavab vermədi. Zavoda çatmamış bir məhəllədə məni saxladı, dedi get maşını düzəlt. Soruşdum, tez qurtarsam ardınca gəlir, dedi lazım deyil. Mən də sürüb çıxıb getdim də. Dünən siz şübhəli bir şey görmədiniz. Səhər evdən çıxanda bir oğlan onun qabağını kəsdi. Necə adam? Sifətini görmədim, arkası maşına dayanmışdı. Mavi, dama köynək giymişdi. Nədən götürdünüz ki, burada şübhəli nəsə var? Oğlan birdən çıxdı qabağına.